İlk öncə elektromaqnetik induksiya hadisəsi nədir? Onun haqqında məlumat verək. Ümumiyyətlə bir hadisə haqqında məlumat bilməkdən ötürü sənin gərək o hadisəyə aid olan kəmiyyəti haqqında məlumatın olsun. Yəni bir insanın tanımaqdan ötürü onun xarakterini bilməlisən. İndi biz də elektromaqnetik induksiya hadisəsini danışmamışdan əvvəl gəlin bir maqnit seli nədir? O haqqında danışaq. Yazaq maqnit seli. Görək bu maqnit seli nədir ki, bu özü də nələr yaratmağı bacarır? Belə deyək də uşaqlar, bax burada sadə söz götürək, sel sözü. Sel nədir? Bir axın deməkdir. Bir yerdən başqa bir yerə kütləvi şəkildə nəsə gəlir. Su mu gəlir, çay mı gəlir, insan mı gəlir, heyvan mı gəlir bilinmir. Amma toplu şəkildə bir şeyin bir nöqtədən digər nöqtəyə gəlməyi deməkdir. İndi sən də baxırsan, deyirsən müəllim, bəs bu maqnit seli nədir? Burada mütəmadi olaraq eşitdiyiniz bir cümlə olacaq. Səth, səthin normalı. Yəni bizim bir səthimiz var. Kvadrat ola bilər, dairəvi ola bilər, fərqi yoxdur. Məqsəd odur ki, bir səth götürürsən və səthin də normal olur. Düppələndüz ortaya, tam ortadan yuxarıya normal çəkirəm. Mən bunu kvadrat da çəksəydim, yenə normal bax bu olacaqdı. Yadınızda saxlayın. Buna da bir səth deyək. Bunun bir səthi var. İndi elə bilin ki, mənim əlimdə bir qapalı konturum var. Bu konturun üzərinə B induksiyalar göndərirəm. Ki, B induksiya bundan əvvəlki dərslərin içində istifadə edilmiş bir kəmiyyətdir. Bunun içərisinə sonsuz 1, 2, 3 dənə yox, çoxlu sayda B induksiyalar göndərirəm. Elə bilin, bax, buradan gəldi, buradan gəldi, buradan gəldi, buradan gəldi. İndi şəklin qəşəng və rahat aydın başa düşəsiniz deyən sadəcə bir dənə çəkirəm. Elə bilin ki, bura göndərdik B induksiyalar. Nə yaranır? İndi burada müəyyən bir bucaq yaranacaq. Deyirsən, mənim bucaq bir burada var, bir də burada var. Bəs bizə lazım olan bucaq haradır? Sənə lazım olan bucaq normalla B induksiyası arasındakı bucaqdır. Yadında saxla. Bizə lazım olan bucaq bax budur. Düsturun verək, maqnit seli fi hərfinə işarə olunur. Fi bərabərdir BS kosinus alfa. Bax bu bucaq buranın bucağıdır. Sənə kitab kosinus neçəsə dərəcə deyirsə, bil ki, o haranın dərəcəsidir. Haranın dərəcəsiymiş? Normalla B arasındakı bucaq imiş. Məsəl üçün, kitab sənə desə, B ilə səth arasındakı bucaq 30 dərəcədir, sən bunu götürməyəsən. Sən məsələ həll eləyəndə deyəsən, mənim 30 buradır, mənə lazımdır bura. Ümumi 90-dır, 90-dan 30-un çıxırsan, demək sənin məsələdə istifadə eləyəcəyin bucaq 60 imiş. Və ya tərsinə, kitab buranı verib 60. Sən deyirsən, müəllim, mənə lazım olan sizə buradır, götürürsən 30. İndi burada bucağa görə vəziyyət dəyişə bilər. Bunu nəyə bənzədək? Tam başa düşməkdən ötürü. Tutaq ki, yağış yağır, yağışın altına bir dənə vedrə qoymuşsan. Məsəl üçün, mən vedrəni belə qoysam, nə baş verər? Yağış suyu çox rahat şəkildə bunun içinə dolar. Amma mən vedrəmi çevirsəm, bax, belə bir hala gətirsəm, yağış suyu bunun içinə daxil ola bilərmi? Yox, gəlib deyil, hamısı burada qalacaq. Demək ki, vedrəni çevirməyimdən asılı olaraq yağışın suyu da o vedrənin içərisinə ya çox dola bilər, ya ümumiyyətlə dola bilməz, ya da, məsəl üçün, vedrəni biraz yarımçıq qoymuşam, bax bu şəkildə. O bir dəqiqə görə qoya biləcək, bax belə. Yarımçıq hissəsi başlayır dolmağa. Bu o deməkdir ki, sənin buradan göndərdiyin B induksiyasını biz bir yağışa bənzətsək, səhtimizi də bir vedrəyə bənzətsək, demək ki, burada da bu bucağa görə həm buradan B keçə bilər, həm də keçə bilməz. O da sənə nəyi verəcək? Dərəcəni. Məsəl üçün, deyirsən, mənim, əgər alfanız 0 dərəcə olarsa, ya da 180 dərəcə olarsa, bu zaman nə baş verəcək? Mənim, fi bərabərdir BS olacaq. Çünki kosinus 0 ilə 180 dərəcədə maksimum qiymətini verir. İndi birazdan sonra daha dəqiq deyəcəm, hansı necə verir? Müsbət, mənfi onlar haqqında toxunacaq. Əgər ki, gətirdin sən, alfanı qoydun 90 dərəcəyə, onda ki, vəziyyət dəyişəcək. Fi olacaq 0. Bu zaman elə bilin ki, o vedrənin içinə yağış dolmayacaq. Deməli, dərəcəyə görə vəziyyət də dəyişdi. Gəlin burada özümüz üçün göstərək, nə demək istəyirik, hansı şəkildə. Məsələn, sənin var bir dənə səthin. Bu səthin normalda budur. Əgər uşaqlar, mən B-ni bu istiqamətdə qoysam, görürsünüz, B ilə N eyni istiqamətdədir. Yəni, alfalar nəyə bərabərdir? 0-a. Bu zaman fi-nin düsturu budur. Fi bərabərdir BS. Yox, əgər səhti yenə çəkirəm, normal, məlum məsələ budur. Bu dəfə
B bu tərəfə doğrudur. Görürsünüz, müəyyən bir bucaq yarandı. Burada daha çox uşaqlar sizə necə deyəcəklər? Modula sözünü deyəcəklər. Amma deməsələr də canlar sağ olsun. Fi bərabərdir mənfi 5. Yox, əgər gəldi şəklin belə bir hal aldı. Bu sənin yenə səhdindir. Bu sənin enin. Bu dəfə tam belə bir B oldu. Fikir verirsiniz? 90 dərəcə. Əgər 90 dərəcə varsa, burada deyirsən, müəllim, fi 0-a bərabərdir. Topluluqda buna aid suallar var. Səndən soruşur, hansında fi var, hansında yoxdur. Buradakı fimiz maqnit selidir. Buradakı, deməli, düsturumuza qaydaq, B indüksiyasıdır. Yəni, maqnit indüksiyasıdır. Alfa da nəyin arasındakı bucaqdır? Dedik, normalla B arasındakı bucaqdır. İndi uşaqlar, mən sizə konkret deyə bilərəm ki, dairəni hesabla. Dairənin də sahəsini sən artıq bilməlisən. Bəzi şeylər artıq öyrənilməlidir. S bərabərdir PR kvadratıdır ya da PD kvadratı bölünsün 4-dür. Yox, əgər mən dəyişdim, kvadrat şəkilli qoyuramsa konturu, onda deyirsən S bərabərdir A-nın kvadratına. Bu şəkildə də artıq qeydləri aparıb ona uyğun şəkildə də yazırsan. İndi deyirsən, müəllim, bəs müəyyən bir sarğac daxilində olarsa necə olacaq? Uşaqlar, sarğac daxilində olanda necə olur? Fi bərabərdir B-sdir. B-ni yenə nə yaza bilərsən? Mü B0S. Baxın, B-ni açdım. Bundan əvvəlki dərsimizin düsturundan istifadə elədim. Sarğacın sayı da çox ola bilər, az ola bilər. Onda da nə edərəm? Bura bir dənə N ataram. Ümumiyyətlə, say söhbətlərində düsturun yanına bir dənə N yazırsınız. Yəni, onun sayının nə qədər olduğunu bildirirsiniz. İndi bu təməl mövzuları bildik. B nədir? N nədir? Fi nədir? Gəlin indi dərsimizin özəyinə keçək. Dərsimiz nə idi? Elektromaqnit indüksiya hadisəsi. Sual yaranan müəllim, bu elektromaqnit indüksiya hadisəsi nədir? Deməli, uşaqlar, elektrik sahəsi öz ətrafında maqnit sahəsi yaradır. Ki, bunu keçən dərslərdə artıq toxunulub. İndi sual ortaya çıxır. Görəsən maqnit, yəni o balaca əqrəblər öz ətrafında elektrik sahəsi yarada bilərmi? Bax, sual buradan çıxır. Əslində, elektromaqnit sahəsi elektrik və maqnit sahələrinin qarşılıqlı təsiridir. Normalda əvvəllər elə bilirmişlər ki, elektrik ayrı bir sahədir, maqnit ayrı bir sahədir. Halbuki elə deyil uşaqlar. Bu sahələr bir-birinə sıx əlaqəlidir. Biri digərinə, digəri də o birisinə keçməyə bacarır. Məsələn, baxırsan bura. Sən bunu artıq əvvəlki dərslərində öyrənmişsən. Deyirsən, müəllim, mən bilirəm ki, elektrik öz ətrafında maqnit yaratmağı bacarır. Bəs maqnit öz ətrafında elektrik yaratmağı bacarırmı? Bu sualın da cavabı bəli. Deməli, alimlər araşdırıblar ki, burada bir çox alimin rolu var. Bizə gəlib çatan Faradaydir. Yəni, ən sonuncu nöqtəni o qoyub. Müəyyən edib ki, yaratmaq mümkündür. Və bunu necə aparıb uşaqlar? Çox qəşəng bir təcrübə aparıb. Biraz dərin təcrübədir. Gəlin onu sizin üçün sadələşdirək. Elə bir ki, ələkdən keçirib ən son versiyasını deyək ki, başa düşəsiniz. Deməli, mən bir dənə səh götürdüm. Səhdə bir dənə də ampermetr qoşuram. Burada da bir dənə ampermetrim var. Ampermetr nəyi ölçür? Cəryanı. Mənim baxıram ki, ampermetrimin əqrəbi tərpənmir. Elə bir ki, burada da qalıb. Demək ki, bu konturda cəryan yoxdur. Sadə bir təcrübə. Sonra götürürəm, bura bir dənə başlayıram əqrəbi yaxınlaşdırmağa. Əqrəb də NS əqrəbidir. Ürəyin istəyir, burası S olsun, burası N olsun. Yəni, heç bir fərqi yoxdur uşaqlar. Məna, məntiq hamısında eynidir. İndi sənin bildiyin təməl bir qaydalar var. Əvvəlki dərsdən. Müəllim, B indüksiyası həmişə N-dən çıxıb hara gedir? S-ə gedir. Deməli, əqrəbin çölündə N-dən isə içində S-dən N-ə gedir. İndi mən burada sizə bax şəkli belə çəkmirəm, biraz eybəcər çıxır. Sadəcə aşağıya gedənləri çəkirəm. Baxın, bu da B indüksiyasıdır, bu da B indüksiyasıdır, bu da B indüksiyası. Yəni, sonsuz saydadır da uşaqlar. Mən burada 3 dənəsini, 2 dənəsini çəkdim. Bu o demək deyil ki, müəllim, elə budur. Yox. Deməli, mən bu əqrəbi götürürəm, başlayıram bura yaxınlaşdırıb, uzaqlaşdırmağa. Yaxınlaşdırıb, uzaqlaşdırmağa. Fikir verirəm ki, mən bunu bura yaxınlaşdırıb, uzaqlaşdırdıqca nə baş verir? Burada bir dənə başlayır əqrəb tərpənməyə. Əqrəb tərpənirsə, yəni ampermetrin əqrəbi kompas kimi fikirləşin onu. Əqrəb fırlanırsa, demək burada cərəyan yaranır. Sual yaranır. Ay müəllim, bunu heç yerə qoşmadınız, harasa taxmadınız, heç bir şey eləmədiniz. Sadəcə konturun böyrünə başında əqrəbi fırlatdınız, bax belə. Bu cərəyan hardan çıxdı ortalığa? Deməli, maraqlı hadisə də buradan başlayır. Fikir versəm, mən bunu uzaqlaşdırdıqca bu dairənin içindəki oxlar azalır. Bunu bura yaxınlaşdırdıqca
içindəki oxlar çoxalır. Deməli, gəlin bir dənə yaxınlaşdırmanı deyək. Yaxınlaşanda. Fi bərabərdir BS. Biraz əvvəl öyrəndik də bu nədir, nə üçündür, harda istifadə olunur. Müəllim, siz bunu yaxınlaşdırdıqca B artır. Çünki bunun içinə bir var 1 dənə B daxil ola, bir var 2 dənə daxil ola, bir var 10 dənə daxil ola. Nə qədər çox yaxınlaşdırırsansa, B-nin sayı bir o qədər çox artır. B artanda avtomatik fi də artır. Deməli, uşaqlar, B dəyişir, B dəyişəndə fi dəyişir. Və bu da bunun içərisində bir induksiya cərəyanı yaranmasına gətirib çıxarır. Çünki uşaqlar, bunlar dəyişdikcə dövrədə bir dənə də EHG yaranır. Kobud dildə desək, həmin dövrənin gərginliyi yaranır. Biz buna induksiya EHG-si deyirik. Gəlin düsturun verək. İnduksiya EHG-si bərabərdir mənfi delta fi bölünsün delta t-yə. Sual verəsiniz ki, bu mənfi hardan gəlir? Birazdan sonra bunun izahatını verəcəm, hardan gəlir. Demək, sadə və rahat bir təcrübədir. Mürəkkəbdir açığı, amma indi sadə versiyasını dedik. Deməli, hər hansısa bir kontura sən B-ni yaxınlaşdıran, daha doğrusu maqniti yaxınlaşdıranda, burada mən yaxınlaşdırmışam, nə baş verdi müəllim? B artdı, fi artdı. Fi'nin artması nəticəsində EHG yarandı və dövrədə induksiya cərəyanını yaratdınız. İnduksiya cərəyanı nədir? Ümumiyyətlə, adi cərəyan nə idi? Gəlin yanımızda I bərabərdir U bölünsün R. İndi sən də burada yazırsan ki, I bərabərdir U bölünsün R. İnduksiya cərəyanın ayağında I-ni yazılır. Adi cərəyanla səhv salmayın. İnduksiya cərəyanı başqadır, adi cərəyan başqadır. İnduksiya cərəyanı dövrədə özü-özünə yaranan bir cərəyandır. İndi deyirsən, müəllim, U-nun da yerinə EHG yazaq da. Onda düstur oldu, induksiya bərabər EHG bölünsün R. İndi bunu açaq. EHG-nin bax bu düsturun gətirirəm burada yerinə yazıram. Onda mənfi delta fi bölünsün delta t vurulsun R. Ya da səlqəli kitab kimi 1 bölünsün R kimi də yaza bilərəm. Fərqi yoxdur. Neynədim? EHG-nin yerinə gətirdim, sadəcə düsturu qoydum. Buradan asılışlar çoxdur. Sən əvvəlki dərslərdən bilirsən ki, burada müəllim fidən törəmə alsaq, R-i bizə neyniyər? Verər. Daha doğrusu, fidən törəmə alıb zamana görə R-ə bölsək, EHG-ni verər. Və ya Q-nun düsturunda buradan almaq mümkündür. İndi məsələ nədir? Yaxınlaşdıranda nə baş verir? Uzaqlaşdıranda nə baş verir? Bunu da sağ olsun Lens alimimiz təbii ki, öz 2 dənə qaydasını qoyub. Lens qaydası. Təməl qaydadır, hamının bilməyi vacibdir. Lens qaydası nə deyir? Deyir, əgər sən bu kontura hər hansısa bir əqrəbi yaxınlaşdırırsansa, gəlin baxaq bura, burada bir yaxınlaşma hadisəsi baş verir. Sürəti qoyuram bu tərəfə. Yaxınlaşanda uşaqlar bir artım baş verir burada. Və B induksiyası özü-özünə ikinci bir rəqibin yaradır. Buna da B xışdırıq deyəcəm. Bu B xışdırığın işi nədir? Tarazlığı qorumaqdır. Əgər normadan artıqdırsa, deyir, düş aşağıya, səni azaldır. Normadan azsansa, səni qaldırır. Bir növ səni nə qoymur qiymət olaraq aşağıya düşəsən, nə qoymur yuxarıya qalxasan. Yuxarıya qalxanda səni azaldır, azalanda səni qaldırır. Sənin bir növ ətalətliliyi xarakterizə edir. Səni normada saxlayır. İndi mən bunu buraya yaxınlaşdırıram. Yaxınlaşdıranda bunun içindəki B-lərin sayı artır. Mən birini çəkmişəm, amma sizə biraz əvvəl dedim ki, burada çoxdur. Burada çoxlu sayda B-lər yaranır. Nə qədər çox yaxınlaşdırıramsa, bir o qədər sayı da çoxalır. Normadan artığa qalxırsan artıq. O zaman tez yarandı B xışdırıq. Özə fikir versən, hansı istiqamətdə yarandı? Əks. Deməli, özümüzün qayda çıxardıq. Müəllim, yaxınlaşanda nə baş verir? B artır, fi artır. Bunu da özümdən demirəm. Düstur. Fi bərabərdir, B-sə sıtlanaq deyirəm. EHG neyniyər uşaqlar? EHG azalar. Çünki EHG mənfi var idi axı qabağında. EHG-nin azalması, qabağında mənfin olması bax budur. Buradakı bunların əks istiqamətdə getməyidir. Ziddiyyətin yaranmağıdır. Azalanda artırıb, artıranda azaltmağıdır. Bax, mənfi oradan çıxır. İndi sən də deyirsən, müəllim, onda qayda kimi yaxınlaşanda B artdı, fi artdı, EHG azaldı. Onda görə eyni istiqamətdə oldu, əks istiqamətdə oldu. Bax, yaxınlaşanda hansı istiqamətdə olur? Əks istiqamətdə. Baxın, B belədir, B xışdırıq belədir. Sən də deyirsən, müəllim, burada itələnmə hadisəsi baş verir. İtələnmə hadisəsi. İndi gəlin təcrübəni tərsinə çevirək.
Neyniyək bunu? Uzaqlaşdıraq. Buradan bir dənə çəkək. Yenə NS-dir. Bu dəfə uşaqlar uzaqlaşdırırıq. Yenə B buradan çıxır. Bununla sənin nə işin? Bu öz yerində, sonsuz sayda. Bu zaman uzaqlaşdırırsan, uzaqlaşanda fi bərabərdir B-dən B azalır. Fi də azalır. Avtomatik növbəti döngü nədir? EG-nin artmasıdır. Çünki mənfi var idi ona görə. Bu zaman deyirsən müəllim, B xışdırır, bununla eyni istiqamətə gedir. Süb, getdi bununla eyni istiqamətə. Deməli, bunlar hansı istiqamətdə oldu? Eyni. Azalanda eyni istiqamətdə olur, onu artırmaqdan ötürü. Artanda əks istiqamətdə olur, onu azaltmaqdan ötürü. Qayda bax budur. Deməli, burada da nə edəcək? Onda cəzb edəcək. Cəzb edir. Sən bir dənə bu şərti öyrən. Bir də bu şərti öyrən. Dim toplusunun 90% məsələsini artıq həll edə biləcəksən. Çünki hamısı buradan gələn məlumatlardır. İndi ikinci hadisə nədir uşaqlar? İkinci hadisə deyirlər ki, bunu qapalı konturda apardıq. Nə gözəl. Dövrədə cərəyan yarandı. İkinci bir cərəyan yarandı. İnduksiya cərəyan yarandı. Və induksiya cərəyanında biz nəyin sayəsində müəyyən elədik? Burada Lens qaydaları sayəsində müəyyən elədik. Bunlar hamısı öz yerində. Bəs ikinci hal nədir? Bu təcrübəni sarğac üzərində aparsaq necə olacaq? Bunu öz-özünə induksiyasiyası deyilir. Öz-özünə induksiya hadisəsi. Görək burada vəziyyət necədir uşaqlar. Deməli, adi hamının evində bu saatın işıq yanır. Neynirsən? Otağa girirsən, girən kimi qıraqdan bir dənə o yandırıb keçirməyən adı unutdum bu saatımı. Vurdun knopkanı, o saatın işıq başladı yanmağa. Qutardı otaqda işin, çıxdın, çıxan kimi də knopkanı vurursan, işıq keçir, gedirsən. Yəni, evdə elə bir ev ola biləndə dövrənin fərqli cür qurarlar, onu deyə bilmərəm. Amma ay müəllim, bizim evdə işıq yarım saatdan sonra yanır söhbəti yoxdur. Çünki evimizdə qurulan bu sistemin 90%-i resistor vasitəsindədir. Yəni, sadə, rahat bir şəkildədir. Tez yanır, tez keçir. Amma sən dövrəni gətirdin, qurdun sarğacına. Burada vəziyyət dəyişir uşaqlar. Gəlin bir də özümüz üçün dövrə quraq. Açaq burada, sonra dövrəmizin. Yenə ampermetri qoşuram bura. Biraz bunu sarğacı usadıq. Görək indi sarğaclı dövrələrdə vəziyyət necə olacaq? Deməli, açar açıqdır. Müəllim, cərəyan yoxdur. Məlum məsələ. Açarı bağladım. Normalda dərhal cərəyan olmalıdır. Amma baxırsan ki, ampermetrin göstərişi yavaş-yavaş başlayır dəyişməyə. Yəni, bir lənk bir hərəkət var. Bir var işi sürətlə görəsən, bir var lənk görəsən, yəni yavaş-yavaş görəsən. Sonra müəllim, burada vəziyyət biraz fərqli cürdür bir yaxçından. Yəni, bir yax hamı çox sürətlə baş verirdi. Normalda hamının evində işıq yandıran kimi tez yanır, keçirən kimi tez keçir. Amma bu sarğacla olanda biraz gecikmə olur. Yanırsa da yanır, amma gec başlayır yanmağa. Sönürsə də sönür, amma başlayır gec sönməyə. Niyə? Çünki uşaqlar, dövrədə ikinci bir cərəyan yaranır. Çox maraqlıdır ki, cərəyan özü özünə bir rəqib yaradır. Həmin rəqib özünü idarə eləməyə başlayır. Onun üçün deyirlər ki, ən təhlükəli rəqib sənin özünün yaratdığın rəqibdir. Çünki nəyin necə olacağını çox gözəl şəkildə bilir. Nə zaman artacağını da bilir, nə zaman azaldacağını da bilir və onun normada saxlamağa başlayır. Yəni, sənin bildiyin qayda var. Cərəyan müəllim buradan gəlir. Ki, bu bizim nəyimizdir? Qavan elementimizdir. Burada müəllim 2 dənə qol var. Biri böyükdür, biri balaca. Böyük qoldan cərəyan gəlir, balaca qol. Bu sənin bildiyin adi, rahat cərəyandır. Cərəyan. İkinci bir cərəyan yaranır uşaqlar burada. İnduksiya cərəyanı. Bunun adı induksiya cərəyanı. İnduksiya cərəyanı nə edir? Bu çarğanın içində yaranır. Görür ki, açarı bağladın. Bağlayanda artır da cərəyan. Elə bir yaxan cərəyan yox idi, 0 idi. Açarı bağlayan kimi cərəyan başlayır artmağa. Tez induksiya cərəyanı başlayır bunun tərsinəsinə yaranmağa. Deyir, hara artırsan. İcazə vermir onun artmağına. Normalda birdən birbaşa 50-yə qalxacaqdı. Amma induksiya cərəyanı onu yavaş-yavaş qalxmağına icazə verir. Ona görə sarğacla qurulanda işıq birbaşa yanmır. Yanır, amma yavaş-yavaş közərə-közərə. Bir ləngimə hadisəsi baş verir. İndi mən prosesi tərsinə çevirirəm. Eyni şəklin üstündə göstərməyim, daha səliqəli qoy olsun.
Burada da amper metrimiz var, yaddan çıxması. Bu dəfə cəryanı açıram. Gəlin buradan açarı açdım. Rəngimi qəşəng düzəldim burada. Aha, açar ucu açıq uşaqlar. Açar açıq olanda nə baş verir? Cəryanın istiqaməti budur. Müəllim məsələ. İstəyir açar açıq olsun, bağlı olsun. Ana cəryanımız bax belə axır. Böyük qoldan balaca qol. İndi cəryan ucu azalmalıdır. Niyə? Çünki evdə də işığı keçirən kimi avtomatik lampada işıq yoxdur. İndi burada da o hadisə baş verməlidir. Amma nə edir? Normal cəryan belə gedir. Ana cəryanımız budur. Yenə cəryanı sarğacın içində indüksiya cəryanı yaranır. Bu dəfə görür azalır. Azaldığı üçün başlayır ondan yeni istiqamət taxmağa. Onu qoymur azalmağa. Yəni sən normalda cəryanın birbaşa azalmalıydı. Sıfıra düşməli idi. Amma birbaşa sıfıra düşmür. Yavaş-yavaş başlayır sıfıra düşməyə. Nə bilim, 48, 47 özündən deyirəm bu rəqəmləri. Müəyyən bir qiymətə sonra hə gəlirsən ki, müəllim ki, sıfıra çatdıq. Bax, öz-özünə indüksiya hadisəsi də budur. Deməli, məsələ nə oldu? Məsələ müəllim açarı qapayanda birbaşa yanmadı. Nə də açarı açanda birbaşa sönmədi. Səbəb bax bu dövrədəki indüksiya cəryanıdır. Əsas cəryanla əks istiqamətli olmasıdır. İndi buradan da özümüz üçün qayda çıxarda bilərik də. Məsəl üçün müəllim əsas cəryan artanda indüksiya onun əksi istiqamətli olur. Əks istiqamətli olur. Əsas cəryan azalanda indüksiya cəryanı onunla eyni istiqamətli olur. Buna da uyğun artıq topluda suallarımızı işləyirik. Bəs bunu xarakteriz edən kəmiyyət nədir? Sarğac deyirik. Sarğacı xarakteriz edən kəmiyyət nədir? İndüktivlik. Fi bərabərdir i ilə bu L sənin indüktivliyindir. Yəni bir növ sarğacın ətalətliyini xarakteriz edir. Ətalətlilik nə idi? Öz əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Artanda onu azaltmaq istəyir, azalanda artırmaq istəyir. Deyirsən mənim L də bərabərdir fi bölünsün i-yə. Buradan da vahid verək. V bölünsün amper. Bu da bizə verəcək 1 Henry'ni. Buradakı L yadınızda saxlayın ki, nə fidən, nə i-dən aslı deyil. Daha doğrusu aslı deyil, belədir. Sual yaran bəs müəllim nədən aslıdır? Aslıdır L bərabərdir. Mü n L0 ən rahat düsturlardan birisi budur. Deyirsən müəllim bu aslıdır. Həmin o sarğacın uzunluğundan, həmin sarğacın qısalığından və ya sarğacın qalınlığından. Deməli, normalda kitablarınızda bax budur. Mü n L0'dur uşaqlar. Heç o vaxt n də vermirlər. Elə mü L0 yazırlar. Bunu daha böyük şəkildə də vermək olar. L bərabərdir mü 0, n'in kvadratı, s bölünsün L kimi də qeyd edə bilərik. Bu arada sarğac varsa, sarğacın içərisinə sən içlik də daxil edin. Üzr istəyirəm uşaqlar. Sarğacın içinə içlik də daxil edə bilərsən. Təbii ki, içlikli vəziyyətlə içliksiz vəziyyətin arasında fərq olacaq. Biri daha sürətlə baş verəcək, biri daha az baş verəcək. Amma yenə proses eyni gedəcək. Necə? Lənk şəkildə gedəcək. Bu da bizim oldu vacib olan hissələrimiz. İndi nə edirik? Gedirik testlərə. Biraz sürətləndirdik sizin üçün dərsi. Təzə dim topusunu açaq da uşaqlar. Buradan yarım saatımıza da növbəti suallarımıza baxaq. İndi olar ki, kimsə işləyib evdə, ya da nə bilim, hər hansısa bir müəllim yanında işləyib, ya da elə öz uşaqlarımla vaxtında sual verməyiblər, yadlarından çıxıb. Kiminsə əlavə sual varsa, buyursun. Mən daha çox qəbul tipli suallara buradan baxacağım. Amma kimsə sual varsa da cavab verəcək, narahat olmayın. Gəldik bura. Məsələn, burada gəlin bir dənə sual üzərindən bayaqkı dediklərimizin üstündən keçək. Məsələn, 8. Ümumiyyətlə 8, 9, 10 hamısı eyni sual tipləridir. Təməl qayda eynidir. Bildin, məsələ həll olunacaq. Gəlin baxaq. Yəni buranı təmizləyək. Biraz şəkil çəkməyə öyrənin bu mövzuda. Rəsm qabiliyyətinə ehtiyac yoxdur. Elə bir balaca bildin, bəs eləyəcək. Deyir ki, kvadrat forma. Gördün bu sözü? Çəkək. Siz bunu kvadrat kimi fikirləşin. Deyirsən, müəllim, bu bizim normalımızdır. Tez yazdın. Bu bizim səthimizdir. Qaydada dedik də. Bu da bizim B-imizdir. Qoy bunu da çəkək. İndi məsələ nədir?
Cümləni oxuyaq. Deyir, sətlə, bura diqqət, B induksiyası arasındakı vektor. Sət budur, B induksiyası budur. Arasındakı bucaq neçə dərəcəymiş? 30 dərəcə. Dərsin içində nə dedik? Dedik, bura ümumiyyətlə 90 dərəcədir. 90, 30, bura nə qaldı? 60 dərəcə. 60. Ay, sağ ol. İndi davam edək. Deyir sana müəllim, fi bərabərdir BS kosinus alfa. Hansı alfa? Kitabın dediyi yox. Sənin tapdığın alfa. 60 dərəcə. İndi baxırsan ki, S də yoxdur. Hansı formalı deyib burada? Kvadrat. Kvadratı sən bilməlisən. S-in yerinə nə yazarıq? B vurulsun A kvadratı kosinus 60 dərəcə. Süb. Yerinə qoyursan cavab çıxır. Təbii ki, çevirmələri aparmaq mütləqdir. Sən santimetrini işləyə bilmərsən. Sən artıq bilməlisən ki, BS bizim əsas vahidimizdir. Santimetri çevir metrə. Eyni yanaşım digərləri üçün də keçərlidir. Məsələn, gəlin baxaq. Yenə əsasdır, 9-a gözüm dəydi. Yenə səth deyir, yenə B induksiyası deyir. Sən deməli neçə dərəcəni işləyəsən? 30-la yox, 60-la. Qəbul da ən çox sizi buradan vurur. Bu o demək deyil, həmişə belə düşür. Yox, dəyişə də bilərlər uşaqlar. Sənə elə sual salar ki, sən mexaniki beynində qalır ki, həmişə 90-dan çıxıram. Kitab sənə deyər ki, elə səthlə, daha doğrusu B ilə N-in arasındakı bucaqdır. Sən bir dənə cümləni oxu, oradan lazım olanı çıxart, ondan sonra qeyd elə. İndi keçək, burada görə başqa. Məsələn, bax bu sual tiplərindən. Bunu da dərsin içində dedik. Dedik, 90 dərəcə varsa nədir o? Sıfırdır. Bir-birinin üzərində olarsa nədir? Maksimumdur. Bu da ortalıqda bir yerlərdə olacaq da. 1 böyük 2-dən, fi 1, fi 2-dən. 3-dəki sıfırdır. Gördünüz? Eyni yanaşım 14 üçün də keçərlidir. Baxın, B belədir. Sən ona uyğunlaşdır. Müəllim, N burada 90 dərəcə yaradıb. Burada müəyyən bucaq yaradıb. Burada da üst-üstə düşüb. Yəni alfa sıfırdır. Ən böyük 3-dür. Sonra 2, bir də ki sıfırdır. Gəlin baxaq məsələn bu suala. Yeni sual tiplərimizdə. Müəllim, fi bərabərdir BS. Kosinus alfa. Deyir, maqnisel necə artır? Bax bura. Bunu artırmaqdan ötürü ya bunu artırmalısan, ya bunu artırmalısan, ya da ki bunu azaltmalısan. Niyə? Çünki bucaqla kosinus tərs mütənsibdir. Bu cümləni də qura bilərsən. Ya da qaydanı öyrənmişsən də, bax gör burada. Bucaq nə qədər az olarsa, maksimum qiymət bir o qədər çoxdur. Bucaq nə qədər çox olarsa 90 dərəcə, orada sıfıra bərabərdir. Buradan da deyə bilərsən. Necə rahatdırsa sənə. Gəl baxaq. İndi deyir ki, konturun sahəsini azalt. Yox. Dedi, yaxı artırmaq lazımdır. Bucaq vektorunu artırmaq. Bəli, B induksiyasına söhbət edir də. Düzdür. Deyir, alfa bucağını artırmaq. Dedi, yaxı alfanı nə etmək lazımdır? Azaltmaq lazımdır. Sahəni artırmaq. Bəli, bu da düzdür. 2, 4, 5 ilə məsələ həll olundu. Keçirəm. Sualı olan rahat şəkildə açsın, versin. Keçəyin elektromaqnit induksiya hadisəsinə. Baxın, lens qaydası. Biraz əvvəl dedik. Ya yaxınlaşır, ya uzaqlaşır. 2 dənə təməl qaydanı bildin, məsələ həll olunacaq. Gəlin də baxaq görək, məsələni necə həll edirik. Məsəl üçün, bura bax. Neynir? Yaxınlaşır. Qaydadır. Sən heç yerə baxmadan. Müəllim, yaxınlaşırsa neynəyəcək? İtələyəcək. Tərsinə yaranacaq da. İtələmə. Getdik. Görək, hardadır? Yaxınlaşır. Dili ilə də deyir, kitab da verir. İkisini eyni anda. İtələmə sözü deyir, Y variantı. Gəldik bura. Neynir? Uzaqlaşır. Uzaqlaşanda neynəyəcək? Cəzb eləyəcək. Bu arada bu yaxınlaşır. Yaxınlaşırsa B artır. B artırsa F artır. EHG azalır. Və itələnmə hadisəsi baş verir. Bunu belə əzbərləyin. Ərinmədən hər dəfədə yazın. Yazın ki, qoy əliniz öyrəşsin. Sonra gəlirəm, düşürəm biraz aşağılara. Görək burada hansı sual tipləri var. Məsəl üçün 22 tipli sual. Burada da 22, 23, 24 çox gözəl bir hissə var uşaqlar. Nədir? Məsələn, mən sizə bu qaydan deyirəm, hər zamanda ödənilir. Dəftərinizin bir küncünə yazın, qoy əlinizin altında olsun. Siz bax bu fiini bir S kimi düşünün. Necə ki S yer dəyişməkdir də, düzdürmü? Deyirsən, müəllim, bax bu fiini bir S kimi gözüm görəcək. Elə bilin ki, bu S-in T-dən asılı qrafikidir. Özdə S-T-dən düz asılı olanda hərəkət hansı hərəkət idi? Bərabər, sürətli. Elə bilin ki, F də T-dən elə eyni şeydir.
Onda induksiya cəryanını da bir V kimi düşünün. Tam hər zaman ödənilən şərtdən söhbət gedir uşaqlar. Deməli, f-ni bir S kimi düşünün, induksiya cəryanını bir V kimi düşünün. Onda bu bərabər sürətli hərəkətdirsə, sürət nə olurdu? Sabit. Gəlin baxaq bura. Yenə f-nin t-dən asılı qrafikini S-in t-dən asılı qrafik kimi düşünün. Bu hansı hərəkət uşaqlar? Yenə bərabər sürətli. Onda v-t-dən, yəni EHG-t-dən necə asılıdır? Düz asılıdır. Məsəl üçün, gəlin baxaq. Burada. İndi EHG-ni t-dən verib. Sən bunu nə kimi fikirləşdin? V kimi. Onda f-t-dən necə olacaq? Düz. Su, keçdi bu tərəfə. Onda gəlin özümüz üçün bir qruplaşdırma yaradaq burada. Deyək ki, burada varmış. Müəllim, 2 dənə səbətimiz olsun. Səbətin birinə f-ni qoyuram, birinə i-ni qoyuram. Və bunları bir S kimi düşünürəm. İkinci səbətimə EHG-ni qoyuram, bir də induksiya cəryanı qoyuram. Bunları da bir V kimi düşünürəm. Qurtardı. Sən S-in V qrafikinə keçidi bilməlisən. Mütləq 10-san, 9-san, 11-sən fərqi yoxdur. İlk mövzudur, təməl mövzudur, öyrənilməlidir. Yeniləşən, yavaşan qrafikləri əzbər bilinməlidir. Bildin, gəl qoy burada, burada çətinlik çəkməyəsən. Hə, müəllim, mən bu cür yox. Artıq orada şərait yaradıb, düsturla getmək istəyirəm deyirsənsə, funksiya qurmalısan özün üçün uşaqlar. Məsələn, özündən bir qiymətdir, tutaq ki, deyirəm, bura 6. Sən 5, 3, nə deyirsənsə de. Onda isə mənim EHG-im 6 voltdur. Yəni, onda, indi biz necə bir f-nin qrafikini quraq ki, düstur budur, EHG bərabərdir, mənfi delta f bölünsün t. Törəmi alanda gəlsin bunu versin. Tərsdən getməliyik. Onda f-nin necə bir halını qurum ki, törəmənin nəticəsində altını alım. Tərsinə getmək. Onda deyirsən, müəllim, özümüzdən bir qiymət deyək. Məsəl üçün, f bərabər 6 çıxsın 6-dır. Buradan da deyirsən ki, cavab B variantıdır. Ya yaxşı riyaziyyatın olmalıdır, bunu qurmalısan, ya da ki, sadə yol. Qəbula burada bir ay vaxtımız qalıb. Sadə yolları öyrənməyə bacarır. Bunu təmizlədik. Sonra görün burada hansı sual tipi var. Bunlar üçün hazır düsturadır. Məsələn, qrafik. Yenə, S-in t-asılı qrafik kimi görə bilərsənmi? Görə bilərsən. Gör, ən dik hansıdır? Bucağına görə deyirəm, bu cümləndə. Bax bu. Bura 1 yazıram, bura 2, bura 3. Üçüncü, ən dikdir, ən yuxarıya doğru gedir. Bucağı ən böyük olandır. 2 ortada sabitdir. Müəllim məsələ, S sabit olarsa EHG nə olur? Sürət yəni. Buna da bir sürət kimi fikirləşin. 0 olur. Gedək onda yuxarıda, sonra 0, sonra da aşağıda. C variantı. Əgər bu qrafikləri anlamaqda çətinlik çəkirsinizsə, demək sizin təməl, yəni VT qrafikində probleminiz var. Onun aradan qaldırmaq lazımdır. Sonra, baxaq görək burada eyni şeylər. Gəldim bura. Görün, neynir bu buna? Yaxınlaşır. Yaxınlaşanda nə baş verirdi? İtələmə. Bu deyil, buradan görürsən, V. İndi bu bunu itələyirsə, sən o bilməlisən, hansı qütblər bir-birini itələyir? Hə, gənclər, sakit durmuyor. X. Eyni. Bəli. Bəli. Deyirsən, onda ay müəllim, burada bir dənə N deyək. N-ni itələsin ki, bu yaxınlaşanda itələmə. Onda avtomatik bu birisinə nə olur? S olur. Ümumiyyətlə, qütbün birinə N demsənsə, o birisi mütləq S-dir. Getdik, tapdıq. Bu N-dir, bu da S-dir. Məsələ həll olundu. Ya da bunun tərsinəsi. Deyək buralarda. İndi uzaqlaşır. Uzaqlaşırsa neyniyir? Cəzb edir. Deməli, yaxınlaşanda itəliyir, uzaqlaşanda cəzb edir. Tərsinəsi. Yenə N-dir, cəzb eləməsi üçün bunun nə olmalıdır? Əksi. S N üçüncü cəzb edir. Ya da baxırsan bura. Şəkil elə bir ki, bir illüziya kimidir. Bu tərəfdən baxan göz bunun buradan uzaqlaşdığını görsən, bu tərəfdən baxan göz bunun buna yaxınlaşdığını görsənir. Və sən ikili baxmalısan. Həm bu tərəfdən baxmalısan, həm də bu tərəfdən baxmalısan. Gəl ikisi tərəfdən də baxaq. Sən birinci bu tərəfdən gözüm görsün. Neyniyir? Uzaqlaşır. Gəlin buradan yazıram. Uzaqlaşır. Uzaqlaşır. Uzaqlaşırsa nə baş verirdi? Aktiv olun. Açın səsi.
Cəzb etmə. Ay sol. Cəzb edir. Cəzb edirdisə, ümumiyyətlə uzaqlaşırdısa, fi neynir? EHG neynir? S yox, B deyək. B neynir? Uzaqlaşanda. Mənim B nömrəsi azalırdı, EHG artırdı, bir də cəzb edirdi. Bəli. Qaydanı bildin, yaz bir qırağa. Cəzb edirdisə, onda belə deyək də, bu gedir bunun yanına. Cəzb edir axı. Bu uzaqlaşıb, bunun arxasına düşüb. Gəlində bu tərəfdən bax şəklə. Gör buna nə edir? Yaxınlaşır. Gəlində bunun adını yazaq. Yaxınlaşır. Hə, yaxınlaşırsa nə baş verir? Nələri artır, nələri azalır? B və S artır, EHG azalır. Bəli, EHG azalır. Dərsiniz. Və nə baş verirdi? Yaxınlaşanda. İtələmə. Ay su. İtələmə. Onda bu gedəcək üzü bu tərəfə doğru. İtəliyir də, çıxdı getdi bu tərəfə. Bundan sonra variantları yerinə yazma nə var ki? İnduksiya cəryanı onsuz yaranır. Sən əgər bir halqaya, söhbət kəsik yox ha, normal halqadan gedir. Əgər o halqaya bir əqrəb yaxınlaşdırırsansa, orada sənin mütləqdir ki, bir cəryan yaranır. Özü də induksiya cəryanı. Burada hansı artdı, hansı azalır, hamısı üçün qeyd elədik. Məsəl üçün bu. Bu biraz sənin artıq yeni əvvəlki mövzulara baxır. Sürət nə qədərdir? 1. Bax, yazıram bura 1. Özü hara doğru gedir? Sağ tərəfə doğru. İndi məsələ nədir? Sənə deyir, ən böyük olsun. Təməl qayda, uşaqlar, ən böyük olması üçün sürət böyük olmalıdır, yoxsa kiçik? Böyük olmalıdır. Sürətin böyük qiymət alması üçün eyni istiqamətdə olmalıdır, yoxsa əks istiqamətdə? Əks olmalıdır ki, toplansın. Bəli, əks olmalıdır ki, toplansın. İndi sənin birin bu tərəfə gedir. Gör, bu tərəf özü sağ tərəfdir. Deməli, sənin əksin sol tərəf olmalıdır, yəni bu tərəfə. Onda sənin cavabı... Bəli, sən ya budur, ya da budur. İkisinin arasında qalmısan. Hansı olduğunu bilmirsən, gətir yerinə qoy. 1-i qoy, cavab 2. 2-ni qoy, cavab 3. Məntiqlə hansı böyükdür? 3 daha böyükdür. Cavab elədir B. Qaydama qulaq asan, özü üçün kiçik qeyd edən hər kəs artıq bu sualı işləyə biləcək. Baxın, yaxınlaşır. Yaxınlaşmanın qaydaları. Fi artır, B artır, EHG azalır. Yaxınlaşanda itələmə hadisəsi baş verir. Bunu bilənlər uzaqlaşır. Uzaqlaşanda cəzb edir. Bunları gətirirsiniz. Qəşəng yerinə qoyaraq yazırsınız. Burada vəziyyət necədir? Yenə biraz əvvəl toxunduq. Bilirik artıq burada da vəziyyət necədir. Məsələn, gəlin birinə baxacam. Yaxınlaşma halına baxacam. Uzaqlaşma qalsın sizə. Müəllim, bunu buna yaxınlaşdırırsınızsa, yəni sürətin belə yazaq. Onda bu bunu itələyəcək. Onda bura olacaq N, bura olacaq S. Çünki bu bunu itələsin də. Daha doğrusu üzürsən uşaqlar, səhv dedim. Bu S, bu E. İtələməsi üçün eyni olmalıdırlar. Müəllim, yaxınlaşırsa yenə bayaqki kimi fi artır, B artır, EHG azalır. İndi buradan qütbü özün üçün çək, deyir, bir dəfə də uzaqlaş. SN, bir dəfə də uzaqlaşsın. Bu da bayaqçıların tərsinə olacaq. Gəldi, kəsik halqa cəryan yaratmır. Yadınızda saxlayın, açıq dövrədə cəryan olmur. Gəldim bura. Bu sual 2023, yox, o 23 yox, 13. 13-14-cü ilin qəbullarında qabağıza çıxacaq. Deyir, nə zaman EHG yaranar? Bunun üçün qəşəng bir yol var. Deyirsən, müəllim, bax bu, deməli, fırramı oxu, bax budur, baxın. Buradan tam göstərəcəm sizə. Bax, bu sənin fırramı oxundur. Həmin fırramı oxu ilə B. Üst-üstə, yəni düşərsən, daha dəqiq deyək, bir-birinə paralel olarsa, bu hissəsini deyək qoy, bir-birlərinə paralel olarsa, bu zaman EHG sıfırdır. Bax, gör, hansında B ilə fırramı oxu bir-birinə paraleldir? 3-də. Ay, su. Sonra gəlirsən, bura baxırsan. Gör, burada hansında fırramı oxu ilə B bir-birinə paraleldir? 2-də. Demək ki, paralel olanda nə olur? EHG sıfır olur. Yerdə qanunlarında da EHG var, müəllim məsələ. Ya da bunu təsəvvür anlayışı çox yüksək olmalıdır. Şəkil ev versiyada verilir ki, sən bunu 3D kimi fikirləşməlisən, təsəvvür eləməlisən. Onu da bu şəkildən nəyin təsəvvürünü yaradaq biz? Deməli, sonra baxaq görək burada hansı sual tiplərinə. Toxunduq məncə sual tiplərimizə. Kiminsə xüsusi sualı varsa buyursun. Yoxdursa
Keçək biraz EHG haqqında danışaq. EHG uşaqlar, belə bir düsturu var. EHG induksiya cəryanı. Biraz əvvəl birini dedim, indi birini deyirəm. VBL sinus alfa. Burada da müəyyən bucağa görə vəziyyət dəyişir. Hansı bucağa görə? Sinusun bucağına görə. Yenə sinus maksimum qiymət ala bilər, sinus minimum qiymət ala bilər. Burada uşaqlar induksiya cəryanında tapılma qaydası var. Sağ əl. Sol əllə tapa bilərsən, sağ əllə tapa bilərsən. İndi kitabdır, bizim kitablarda sağ əl deyib. Yəqin bilirsiniz də alimlər solaxaydı. Alimə aid olan bütün tapılmaların hamısı sol əldən istifadə olunur. Yerdə qalanlarında isə sağ əldən istifadə olunur. 5 yerdə əl qaydasına istifadə edilir onsuz. Sağ əlindəki qaydası necə? Deyirsən, müəllim, B induksiyası ovucumuza daxil olsun. Müəllim, baş barmaq, bir dənə əl çəkək burada. O qəşək çək əlimizi, bu olsun bizim əlimiz. Totuş oldu əlimiz, heç nə olmaz. Deməli, baş barmağımız V-dir. 4 dənə barmağımız induksiya cəryanıdır. Bunu bildin? Gəlin məsəl üçün, baxaq bura. Götür sağ əli, ikisti əlinin için götür. Əlimizin için götürdük. 4 dənə barmaq, daha doğrusu baş barmaq olsun V istiqamətində. 4 dənə gör barmağın hansı istiqamətə gedəcək? Aşağı. İkisi də əli için tut. Tutdun əli için qızım. Aşağı deyil. Baba, belə. Əlini için tutsan, söhbət sağ əldən gedir. Yazı yazdığın əl. Aha, sol. Mən solaxayam deyə sol əlimi tutmuşam. Yox, sağ əlindən gedirik. Qəşək də cavab oradan deyir ki, mən. Nöqtə olanda əlinin üstünü tut, eyni qaydanı bir də təkrar elə. Sonra məsələn, burada bax, qəşək sual var burada. Deyirsən, mənim hərəkət necə hərəkətdir? Bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə Devamlı. bəli. Deyirsən, mənim EHG-nin biraz əvvəl VBL düsturunu dediniz. V-nin də yerinə AT yazaram. Çünki bərabər təcillidir axı. Onda baxıram ki, A ilə T, daha doğrusu A ilə T-ni istəmir ki məndən. EHG ilə T necə asılıdır? Düz. Bu arada uşaqlar, mən sizə bərabər sürətli desəm, onda vəziyyət necə olar? Sabit. Bəli. Sabit. Elə bilməyin ki, sual həmişə eynidir. Fərqli cür suallar da var. Qəbul işləyəndə özünüzdə görəcəksiniz. Burada maraqlı suallardan birisi budur. Yenə tez sağ əlimizi götürdük. Nöqtə əlimizin üstünü tutduq. Baş barmaq cəryan, daha doğrusu sürət istiqamətində induksiya cəryanı tapdıq ki, bax belə axır. İnduksiya cəryanı uşaqlar yadda saxlayın. Müsbət yüklər istiqamətində, mənfi yüklərin isə əksi istiqamətində hərəkət edir. Onda deyirsən ki, ay müəllim, müsbət yüklər istiqamətində hərəkət eləyir. Onda bu tərəfə B-lər müsbət olacaq. A isə mənfi yüklərdir. Gəldim sonra. Görün burada başqa sual var. Yoxdur. Gedirəm öz-özünə induksiya hadisəsinə. Gəlin buradan da biraz suallara baxaq. Məsələn, görün burada, gəlin birinə götürək. 16 tipli sualda. Niyə 16-ya xüsusi diqqət ayırdım uşaqlar? Çünki uşaqlar burada qatışdırır çox var. Tez düsturu qoyur yerinə, cavabı tapır. Deyirəm müəllim, fiqurun sahəsini tapır. Gəlin bir də özümüz də tapaq. Burada fiqurun sahəsi cəryan şiddətinin dəyişməsidir. Delta I bərabərdir nəyə? Daha doğrusu delta I bərabərdir delta fi bölünsün T-yə. Belə açaq verək, qəşək görsəniz. Deyirsən, müəllim, sən bunu axtarsan delta I-ni. Delta I bərabərdir delta fi bölünsün delta T-yə. Delta fi-ni də necə tapırıq? EHG verəndə fiqurun sahəsi. Gəlin delta fi-ni buradan, S fiqurdan tapaq. Getdim tapmağa. Trapesiyadır, böyük oturacaq budur. 8 plus balaca oturacaq, bax budur. 3 böl 2 vur 4. Hər riyaziyyatçılar neçə elə cavab? 22. Sən qaçıb cavabı 22 götürmə. Səbirli ol. Səndən bunu istəyib. Gəl yaz. 22 bölünsün. Neçə verib burada? 1. Ondan sonra deyən ki, ay müəllim, daha delta T deyil, uşaq üzr sayın, L. Deyirsən, ay müəllim, burada bölürəm 1-ə, 22-ni də böldüm 1-ə, elədi 22. Cavab C variantı. Bəzən uşaqlar sahəni tapır, tapan kimi qaçır variant götürür. Tapdın sahəni, əcəb elədin. Gəl burada böl.
Topulda bütün induktivliklərin cavabı 1-dir. Yəni başqa induktivlik verilməyib. Və burada da 1-dir. Ona görə sənin sahən birbaşa sənin cavabındır. Amma qəbul induktivliyi 2 verə bilər. Baxın, mən burada induktivliyi 2 versəydim cavab 11 olardı. 22 versəydim cavab 1 olardı. Yəni buradakı bax bunun qiyməti, vəziyyəti çox dəyişir. Sadəcə deyim toplusunda dəyişmir. Eyni qiymətlərdə axı ona görə. Sonra görək burada başqa hansı sual tipi var. Məsələn, bu da qəşəng sual tipidir. Özü şəklini də qəşəng düzəldiblər. Əvvəl iyi becəriydi. Məsələn, sənə nə istəyir? Mühünü. Sən deyirsən ki, ay müəllim, deyir, buradan da baxa bilərsən, buradan da baxa bilərsən. Yollar çoxdur. Hansı nə istəyirsən, yanaşa bilərsən. Məsələn, gəlin baxaq bura. Gəlib hamısı burada qovuşub. Demək ki, özdə i-nin idi də bu. I-nin t-dən asılı qrafikidir. Səndən də mühünü istəyir. Gəlin düsturu yazaq. EG bərabərdir delta i bölünsün delta t vurulsun l. Buradan da delta i bölünsün delta t, l'in də yerinə mü l 0. Bunun da içindən mən mühünü tapıram. Mü nəyə bərabərdir? EG vurulsun delta t bölünsün i vurulsun l 0. Vəsə. Deməli, mənə lazımdır zamanın i olan nisbəti. Bizdə demişdik ki, əgər aşağıdakı kəmiyyəti yuxarıdakı kəmiyyətə bölürsənsə... Kotangent. Ay, sol. Yaz bura kotangent alfa. Əgər yuxarıdakını aşağıya bölürsənsə, tangent alfa. Fərqi yoxdur, burada i olmasın, başqa hərf olsun. Heç bir fərqi yoxdur, qadə eynidir. İndi kotangentə görə gəl baxaq. 3-ün bu cavabı qədərdir uşaqlar. 2-nin bu cavabı qədər, 1-in bu cavabı qədər. Alfa 1 hamısından böyükdür, sonra 2, sonra 3. Amma sən kotangent almışsan, tərsinə çevrilməlidir. Onda mü 3 hamısından böyük olmalıdır. Sonra mü 2, sonra mü 1. Sən amma tangent alsaydın, necə almışsansa o cürdə qalardı. Dəyişən heç bir şey olmazdı. Sonra baxım görün burada başqa hansı sual tiplərindən var. Məsələn bu. Aşağı baxın, cəryan belə axır. Sənə deyir ki, deməli, qapalı kontur cəryan şəkli artanda. Biz dedik artanda onun nəyinə doğru gedir? Əksi istiqamət. Ay, sol, 3. Azalanda isə hansı istiqamətdə gedir? Eyni 1. Buna uyğun şəkildə uyğunlaşdırıb yazırıq. Məsələn, deyək, bax, burada bir dənə qəşəng sual çıxdı qabağıma. Sənin bir qalvanik elementin var, neynir? Sarğaca yaxınlaşdırıb uzaqlaşdırır. Nə deyir sənə? Deyir, nə zaman cəryan yaranır? Şöyle, cəryan yaranması üçün fi dəyişməlidir. Fi dəyişdi, avtomatik cəryan var dövrədə. Gəlin baxaq, yaxınlaşanda, müəllim məsələ, yaxınlaşanda bir yaxdandan deyirik ki, B artır, B artanda fi artır. Vəsə, fi artdısa, məsələ artıb azalmağı deyil, məsələ dəyişməyidir. Bir düzdür onda. İkincisi nədir? Uzaqlaşanda, uzaqlaşanda da fi azalır. Vəsə, yenə fi dəyişdi. Bəs açarını açanda, açarı açanda fi bərabərdir i eldən. I başlayır azalmağa, cəryan. Yenə fi dəyişir. Demək ki, hər 3 halın üçündə də cəryan nədir? Dəyişdi. Fərq yoxdur. Hansına yanaşsan, hamısında eyni cavab alarsan. Sonra burada, qəşəng sualımız bax bu. Burada nə deyirsən? Bu sualı işləməkdən ötürü sən qaydanı tam bilməlisən. Bunu yazdınsa, deməli, mövzuda heç bir problemin yoxdur. Sənə deyir ki, nə zaman saat əqrəbi istiqamətin, bu içindəkindən söhbət gedir, saat əqrəbi. Saat əqrəbdə belədir, düzdür? Normal cəryan necədir? Gəl ona da baxaq. Normal cəryanda bax, buradan axır. İstəyir açar açıq olsun, qapalı olsun. Yəni, cəryanın özünün axmağı bax belədir. Gəlin, mum dəngişi çəkək. Gəldim, çatdım bura. İndi fikir verirsənsə, kitab sənə konkret dili ilə deyir, içindəki saat əqrəbi istiqamətində axsın. Bunlar saat əqrəbi istiqamətində axanda, bunlar eyni istiqamətdə oldu, yoxsa əks? Əks oldu. Götürəm, yazıram, əks oldu. Əks olması üçün nə olmalıdır? Müəllim, induksiya cəryanı artmalıdır. Daha doğrusu, əsas cəryan. I cəryanı artmalıdır ki, induksiya cəryanı çıxsın ortalığa və bunu hansı istiqamətində axsın? Əks istiqamətində axsın. Əks istiqamətində axsın ki, bunu neynəsin? Azaltsın. Onda bizə lazım olan isə nədir? Müəllim, əsas cəryan artır. Əsas cəryan artdığına görə induksiya cəryanı başlayır onu azaltmağa. İndi gəlin baxaq görək, nə zaman əsas cəryan artır? Sənə lazım olan variantlar bax budur. Əsas cəryan artsın. Məntiqlə açar açıq olanda cəryan artar, yoxsa qapalı olanda? Qapalı olanda. Qapalı. Vəsə, onda biri oldu.
Çünki mənə lazımdır ki, ana cəryan, əsas cəryan artsın ki, induksiyonun əksinə doğru başlasın axmağa. Sonra sürücü qol məsələləri. Sürücü qol uşağı R bərabərdir rho L bölünsün isə. İndi gəlin baxaq. Sürücü qolunu mən sürüşdürürəm sağa. Bir dənə bura fikir verin bu hissəyə. Normal cəryan bax gəlib buradan o tərəfə gedib. Burayla işi yoxdur. Hara qolu bağlamışamsa oradan o tərəfə gedir. Mən bunu aparıram sağa. Sağ da buradır. İndi bu dəfə gəldi, belə getdi. Baxın, əvvəl qırmızı olan hissə idi. Sonra göy olan hissə. Uzunluq neynədir? Azaldı. Uzunluq azalsa R azaldı. R'in azaldığı yerdə cəryan neynir? Artır. Artar. Yenə bizə lazım olan variantı tapdıq. Cəryanı artırdıq. Всё. Yerdə qalan hallar da bunun nəyi olacaq? Əks olacaq. Müəllimə, bundan əvvəl dediyimiz sual var idi, onu bir də deyək də. Hansı sual qızım? Baxaq. Bu? Müəllimə. Ayso. Bax, sənin qızım burada bir sarğacın var, düzdür. Burada da bir galvanik elementin var. Həmin galvanik element də deyir ki, içinə bir mənbəyə qoşulmuş Y elektromanyetik içlik daxil edir. Hə, elə bil ki, bunun içinə də bir dənə bir içlik daxil eləmsən. Özü deyir ha diliyinə. İndi sənə nə deyir? Deyir ki, nə zaman cəryan yaranar? Bax, cəryan yaranar. Bu cəryanın yaranması üçün qızım yadında saxla, fi dəyişməlidir. Fərqi yoxdur. Ya artmalıdır, ya azalmalıdır. Amma mütləq dəyişməlidir. İndi sən bilirsən ki, əqrəbi sarğacı ümumiyyətlə yaxınlaşdıranda nə baş verir? İtəliyir. İtəliyirsə nə baş verir? Müəllim, fi artır, B artır, EHG dəyişir. Birinci bu oldu. Sonra uzaqlaşırsa, yenə bir yaxşı prosesdir. Bir uşaqlara qaranlıq qalan hissə bax budur. Açarın açılma hissəsi. Orada da vəziyyət necə? Düstur bir dənə yazaq. Fi bərabərdir I elə. Əgər sən bunu açırsansa, cəryan başlayacaq azalmağa. Cəryan azarsa, fi yenə dəyişməyə başlayacaq. Sənə də lazımdır ki, fi dəyişsin. Onda həm 1, həm 2, həm 3-cü hal bizim axtardığımız haldır. Hər üçünü artıq baxmış oluruq. Sonra burada bir dənə də qəşəng günümüzün ətraflılar uşağa təkrarlardır. Elə bir gücdə ətraflıda suallar yoxdur. Bir də bu sual çox qəşəng sualdır. Gəlin baxaq. Cəryan buradan axır. Bu ana cəryandır sənin. Bax, əsas cəryan budur. Gəldi, özü üçün axa-axa gedir və ancaq bu hissədən keçir. Açarımız açıq olsun, bağlı olsun da. Gəldik, bax bura. Sənə deyir ki, nə zaman sadə əqrəbin əksi istiqamətini, sadə əqrəbi hərəkəti, birinci sadə əqrəbi hərəkəti. Gəlib bundan belə geçsin, içindəki də belə geçsin. Görün, hansı istiqamətdədirlər uşaqlar? Eyni. Eyni istiqamət. Deməli, bu zaman eyni istiqamətdə hərəkət eləməlidirlər. Eyni istiqamətdə hərəkət edirlərsə, deməli, əsas cəryan neyiniyib ki, ana cəryan bundan eyni istiqamətdə başlayıb baxmağa? Azaldı. Ay, sağ ol. Azaldı. İ əsas azalıb. Azalıb ki, induksiya deyib mən də səndən eyni başlayıram getməyə. Birinin tapanda o biri avtomatik deyir ki, mən buradayam. Gəlin tapaq. Məsələn, bizə lazımdır ki, əsas cəryan azalsın. Əsas cəryan azalması üçün sən açar nə edərsən? Açarsın. Sonra sürücü qolunu hara sürüşdürərsən? Əsas cəryanın azalması üçün I bərabərdir U bölünsün R'dən uşaqlar. Bunun azalması üçün R artmalıdır. R'in artması üçün də rho L bölünsün S-dən uzunluq nə etməlidir? Artmalıdır. Gəlin də baxaq. Əvvəl qırmızı olan hissə idi. Bunun artması üçün biraz da bu tərəfə doğru getməlidir. Yəni, ha tərəfə doğru? Sol tərəfə doğru. Görün, sol sözü hardadır? Sol. Deyək, ha burada. Deyə də getdi birinciyə. Day, sən açarın açıq halı ilə sol tərəfi bildinsə, 1-ə gedirsə, məntiqlə sağ tərəfinə bağlı hara gedəcək? 2-yə. Dövrədə necə sabit cəryan axırsa uşaqlar, induksiya cəryanı yaranmaz. İnduksiya cəryanı əsas cəryan ya artıb, ya azalanda ortaya çıxır. Çünki onun işi odur. İnduksiya cəryanı yaradan da elə əsas cəryanın özüdür. Özü özünə rəqibin yaradır. Yaradır ki, normadan artığa və ya normadan aza keçməsin. Bir dənə də ətraflıda yeni bir tipli sual var. Məsələn, bax, bu sual da yeni və qəşəng sualdır. Yanaşım müxtəlifdir, kim necə istəyir yanaşa bilər. Məsələn, deyirsən, müəllim, I bərabər 2 üstə gəlsin, 0.5 vurulsun. T'nin qiymətini burada 4 verib. Neçə elədir bura? 4. Və buradakı I sıfırımız da neçədir? 2. Son i'miz 4'dür, başlanğıc i'miz 2'dir. Bir dənə i'nin T'dən asılı qrafiki. T'dən. Gəldi bax belə. Deyirsən, müəllim, bir hissəmiz 2-dən başladı, 4-dən qutardı.
Zaman da neçə saniyə deyir? 4 saniyə. Səndən Q-ni istəyir. Əgər sənə i-nin t-dən asılı qrafiki verib Q-nu soruşursa, sən fiqurun nəyə tapasan? Sahəsi. Hansı fiqurun sahəsidir? Trapesiya. Balaca oturacağım 2-dir, böyük oturacağım 4-dür. Vur 2, böl 4, daha doğrusu böl 2 vurulsun 4. Bu da elədir 12 kul. Enerji çevirmələrinə gedə bilərsiniz, heç bir problem yoxdur.